Deməli dostlar, dediyimiz kimi interfeys bizi çaşdırmır, interfeys bizi qorxutmur. Köməkçi pəncərələr çoxdur, lakin bunları şərti olaraq necə adlandıraq? Yuxarıda bizim hesab edin ki, dolabımızdır və dolabın yeşikləridir. Sol tərəfdə isə bizim alətlərdir. Lazım olan əyani alətlər. Hesab edin ki, çəkic, bıçaq, qayçı, bizdə hamısı sol tərəfdə yerləşir. Baxın, bu gördüyünüz pəncərədə yerləşir. Sağ tərəflərdə isə bizim işləyəcəyimiz materialın sırf özünə aid olan pəncərələrdir. Onlara da gələcəyik. Hələ ki, bunlar barədə bu qədər bilməyiniz kifayətdir. Çox qarışmadan davam edirik. File düyməsindən New, yəni yeni fayl açırıq. Gördüyünüz kimi burada müxtəlif şablonlar ola bilər sizdə, olacaq. O şablonlara aldanmadan birinci növbədə özümüzə lazım olan bir ölçünü müəyyən edirik. Bizdə öncədən məndə çalışdığım kimi 15 santimetrin 15 santimetrə bir fayl açırıq. Burada gördüyünüz kimi santimetrdən başqa da digər ölçü vahidləri var, millimetrlər var, piksellər var və yaxud da başqa bir şey. Biz onlara aldanmadan 15 santimetr 15 santimetrə Instagram postu ola bilər bu və yaxud da başqa bir yerdə paylaşım ola bilər. 300 keyfiyyətlə biz onu açırıq. Fon da bizə burada təqdim edir. Ağ olsun, biz deyirik olsun. Create, yəni yeni fayl açırıq. Bu yeni fayl kənara yapışdırıb belə də işləyə bilərik üzərinə, lakin kənarda da qala bilər. Yəni onu oradan biz buradan dartıb, hansı ki mənə rahatlıq verən bu olur. Deməli dostlar, yeni fayl açdıq, lakin biz istəyirik ki, müəyyən bir şəkil üzərində çalışaq. File düyməsindən, Open düyməsindən müəyyən elədiyimiz bir yerdən istədiyimiz bir şəkli açırıq. Yəni baxın, gördüyünüz kimi onu da qoparıb ayrı çalışa bilərik. Şəkli açandan sonra biz bu şəklin özü üzərində də çalışa bilərik. Lakin onu biz açdığımız yeni faylımız üzərinə də gətirə bilərik. Şəklin isə özünü bağlayırıq. Faylın içərisində bu şəkil niyə kiçik görsənir? Çünki bizim ölçülərimizdən kiçikdir. Biz üzərinə klikləyib onu müxtəlif istiqamətlərdə hərəkət etdirə bilirik. Deməli, şəkli böyütmək istəyirik. Edit pəncərəsi içərisində Transform. Baxın, gördüyünüz kimi burada Scale var, Rotate var və digər düymələr var. Biz Scale seçirik. Baxın, bizə qəribə bir funksiya verdi. Deməli, biz istədiyimiz tərəfindən şəkli baxın belə tutub böyüdüb kiçildə bilirik. Proporsional olaraq istədiyimiz ölçüyə gətirə bilirik. Əyilmədən şəkli hər tərəfdən eyni miqdarda böyütməkdir. Biz onu böyüdürük və yaxud da məsələn biz şəkli fırlatmaq istəyirik. Edit düyməsindən Rotate seçib biz həmən funksiyanı yerinə yetirə bilirik. Lakin biz geri addım atırıq. Yəni Undo. O da edit düyməsinin içərisindədir. Baxın, görürsünüz, Redo təkrarlayırıq, Undo geriyə alırıq. Digər proqramlarda da bu hər halda tanışdır sizə. Biz faylımızı Scale düyməsi ilə böyüdürük şəkli və bütün olaraq faylımızda yerləşdiririk. Faylın kənarlarını istədiyimiz ölçüdə dartıb montaj stolumuzu müəyyən edirik, belə deyək. Baxın dostlar, Ctrl plus və Ctrl minus funksiyası ilə klaviaturada biz iş masamızı, belə deyək, Photoshopun içərisində uzaqlaşdırıb yaxınlaşdıra bilirik. Bizim çalışdığımız işə heç bir təsiri yoxdur, sadəcə uzaqlaşdırıb yaxınlaşdıra bilirik. Biz şəklimizi mousedan tutsaq, biz onu tərpədə bilirik. Klaviaturada boşluq düyməsi, yəni spacebar, boşluq düyməsi və mouse'un sol düyməsi eyni anda klikləyəndə biz faylın içəriyinə dəymədən, içərisindəki qatlara toxunmadan faylımızı istənilən istiqamətdə özümüzə rahat olacaq şəkildə hərəkət etdirib yerləşdirə bilərik. Baxın, sağ kənarda biz nə görürük? Layers pəncərəsi var. Layers pəncərəsində nə görünür? Baxın, aşağıda ağ
bir səhifə, üstündə şəkil. Buradan nə anlayırıq? Yəni şəklimizlə vərəqimiz bir-birindən ayrıdır, bir-birinə yapışmayıb. Yəni biz onları müstəqil surətdə üzərlərində işləyə bilərik. Məsələn. Sonra sizcə bu şəkli niyə biz ortada yox, kənarda yerləşdirdik? Çünki biz bura tekst əlavə etmək istəyirik, yazılar. Gördüyünüz kimi sol pəncərədə, bizdə alətlər pəncərəsində T hərfi, yəni tekst işarəsi var. Biz onu klikləyirik və faylımızın hər hansı bir yerində, yazı yazmaq istədiyimiz bir yerində klikləyən kimi bizə bir şablon verir və biz yazanda artıq o yazı dəyişir, bizim istədiyimiz yazıya çevrilir. Məsələn, yazırıq Express kurs. İstənilən tərəfə hərəkət etdirə bilərik, yerləşməsini dəyişə bilərik. Üzərinə 2 dəfə tıklayanda seçmiş olur. Niyə seçdik? Çünki biz fontunu dəyişdiririk. Məsələn, qoyuruq başqa bir font. Yox, ləzzət eləmədim. Şriftini, fontunu dəyişəcəyik. Çünki bizim kompozisiyaya bu yazı uyğun gəlmir. Montserrat şriftini seçirik. Və yaxud da baxın, görürsünüz, digər şriftləri belə seçə bilərik, amma biz Montserratı seçib onu biraz qalın şrift başlıq olduğuna görə biz onu qalın bold edirik. Və gördüyünüz kimi dostlar, bax burada kiçik pəncərədə də bizə kömək eləyir. Kiçik pəncərədə də, yan pəncərədə də rəng barədə bizə köməkçi pəncərə var, hətta üstdə də var. Və biz hər hansı birindən yazının rəngini dəyişirik. Color'ın üzərinə tıkladığımız zaman bizə belə bir pəncərə açılır. Bax, burada müxtəlif rənglərlə eksperiment edə bilərik. Biz elə doğru rəngdəyik, kompozisiyaya uyğun OK düyməsini tıklayırıq. Yazıları çoxaltmaq istəyirik. Uzağa getmədən, yəni yenidən tekst düyməsini sıxa bilərik. Sol paneldən bildiyiniz kimi, lakin biz uzağa getmədən eyni yazını kopyalayıb dəyişdirəcəyik. Duplikatını çıxardırıq. Sağ düyməni tıklayandan sonra yazının üzərində Duplicate Layer, yəni mövcud qatın duplikatını çıxarırıq. Görürsünüz, eyni yazıdan ikincisini çıxardı. Yazını dəyişirik. Məsələn, yazırıq bura Photoshop. Başlıqdan fərqli olduğu üçün biz onu seçib bu səfər Semi-bold və yaxud da medium ölçüsündə edirik. Lakin ölçüsü görürsünüz böyükdür. Yenə də başlıqdan kiçik olmalı olduğuna görə biz şriftin ölçüsünü daha kiçik dəyişdiririk. Burada müxtəlif şablonları var. Məsələn, 24 eləyə bilirik. Lakin bizə lazım olan 20 və göz ayarı olaraq biz bunu uyğun gördüyümüzə görə 20-də saxlayırıq. Baxın, yenə eyni ilə duplicate edəndən sonra baxın, görürsünüz Photoshop. Photoshop sözünü dəyişdiririk. Məsələn, yazırıq Illustrator. Sonra yenə eyni funksiya ilə biz, baxın, görürsünüz, xatırlatma. Qatlar bir-birindən ayrıdır. Hər bir qatı söndürüb yandıra bilirik, hərəkət etdirə bilirik. Duplicate edirik. Məsələn, üçüncü yazını yazırıq. Məsələn, yazırıq After Effects. Bizim dildə yazmaq üçün belə yazırıq. Çünki ingiliscə bildiyiniz kimi belə yazılmır. Və biz müstəqil şəkildə istər yazı olsun, istər şəkil olsun, istər hansısa bir fiqur olsun, biz hər hansı birini istədiyimiz şəkildə hərəkət etdirə bilirik, söndürürük, ləğv edirik, istədiyimiz kimi idarə edə bilirik. Lakin alt başlıqları biz rəngini dəyişmək istəyirik. Məsələn, yenə vururuq rəng işarəsində, gördüyünüz kimi. Rəngləri dəyişirik müxtəlif rənglərə. Məsələn, fərqli olsun, biz ağ rəngdə də yanaq. Buradan yenə tək-tək ağ rəng etdiyimiz kimi, məsələn, ilk yazını biz eyni metoddan eləmirik. Görürsünüz, mouse'dan kənara çıxanda bizə belə bir işarə verir. Color Picker. Yəni biz bu işarə ilə hər hansı bir tərəfdən istənilən rəngi seçə bilirik. Biz gedirik öncəki yazılarımızın üzərindən ağ rəngi o metoddan seçirik. Yəni belə bir metodumuz da var. Bu kiçik pəncərədən də biz lazım olan
Əlimizin altında kiçik köməkçi deyək biz bu pəncərəyə. Məsələn, yazılarımızı biraz da fərqləndirmək istəyirik. Yazılış qaydasını. Baxın, gördüyünüz kimi buradan medium italic edirik. Eynən də o birləri seçirik. Buradan edirik. Bir neçə yerdə bizə eyni funksiyanı verir. Biraz əlimiz öyrəşməlidir. Deməli dostlar, baxın, istənilən yerdə biz tekstləri istədiyimiz kimi hərəkət etdirə bilirik. Bizdə burada history, yəni tarix, yəni bizim işlədiyimiz bütün funksiyalar burada sıralaması ilə yer alır. Yəni yaddaşa gedir. Biz istədiyimizə qayıda bilərik, bəyənmədiyimiz bir tərəfdən. Burada bildiyiniz kimi edit düyməsində undo move, redo move var. Yəni biz bir addım arxaya, bir addım irəliyə gedib qayıda bilərik məsələn. Bizdə yan pəncərədə də yazımız üçün lazım olan funksiyonal var. Properties pəncərəsində məsələn biz buradan da baxın bayaq etdiyimiz eyni funksiyanı buradan da edə bilərik, italic eləyə bilərik, yazının yazılışını dəyişə bilərik, şrifti dəyişə bilərik, ölçüsünü dəyişə bilərik. Yəni bax bu pəncərədən, properties pəncərəsindən biz bunu eləyə bilərik. Deməli belə faylımız hazır və biz onu yaddaşa salmaq istəyirik. Buna görə biz fayl düyməsinə gedib burada məsələn müxtəlif yaddaşa həkk etmə metodları var. Biz bunlardan export məsələn digər başqa formatlarda, məsələn Photoshop'un öz formatında save as var məsələn. Birinci buna gedirik, Photoshop faylı kimi yaddaşda qalması üçün. Çünki biz faylımızı şəkil etdikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq. Biz ona görə Photoshop faylı etmək üçün istənilən qovluqları seçib, orada faylımızı Photoshop faylı kimi, PSD faylı kimi qeyd edirik. İndi isə biz faylı şəkil formatında, yəni JPEG olaraq qeyd edirik. Bunun üçün file, save as a copy. Burada müxtəlif formatlar var. Siz onlarla da tanışsınız və yaxud da tanış olacaqsınız. Fayla istənilən bir adı qoyuruq. Məsələn, ilk dərs text. Və burada müxtəlif keyfiyyətdə verir bizə. Biz maksimumu seçirik. 12 maksimum keyfiyyətdə. Və bizim faylımız hazır. Bunu öz şəklinizlə bərabər edə bilərsiniz. Müxtəlif yazılar yazıb paylaşa bilərsiniz.